qəhvə yığmaqdan. Qulaq as. Sən onu hədiyyə edəcəksən onun toyuna. Bunu şəkildə mən hədiyyə elədim usta. Aha. Özü də bax, görəcək Şiran. Boş. Dedi ki, bunu ürəyin istəyən adama istəsən əgər hədiyyə eləyərsən. Onu da yenə, onsuz da yeri az olur. Amma mən sənə deyim, mən bunu hədiyyə eləyərdim. Hayf ki, sınıb. Yox, o da şey hədiyyə eləyirlər. Antikvar deyir. Gəl, yox. Ya nə demək istəyirsən? Antikvarla eləmək istəmirsən. Necə fikir ver? Hayır. Qulaq as. Qəbul eləyər görəsən, hə? Orijinal bir şeydir. Mən açığım sənə deyim, əvvəllər yadıma gəlir ki, əvvəllər toya gedəndə hədiyyə aparardılar. Burada necə qəbul baxılırsa? Doğrudan. Bir də gəl. Sən onu götür görək. Gəl, keç oradan bax, gör necə baxılır. Sən mənə bir dənə şey deyirəm. Bu toy şeydir, şəhərdə olacaq, yoxsa? Mən bilmirəm şəhərdə olacaq, ya harda olacaq. Amma mən sənə deyim, əvvəllər toya gedəndə hədiyyə aparardılar. Mən pul salmağın əleyhinəyəm. Gəl hədiyyə aparaq. Hələ hədiyyə aparmaq hamısından yaxşıdır. Yoxsa gedirsən, indi özü cürbəcür hoqqalar çıxardıblar. Nəmgah içəridə yazır qız evi, oğlan evi, ya indi bayırda konvert salırlar, nə indi? Düz başa düşürəm. Bəlkə belə eləyər. Mən buna varmaq istəmirəm axı, bunu mənim üçün bura kiçik qala hədiyyə eləyirlər. Gönlüm maraqlı olur. Mən buna hədiyyə vermək istəmirəm, qardaş. Bunu mənə kiçik qalaya hədiyyə veriblər. Mənə tər bunu verib. Yox, indi görsən o insana necə hörmətli olmalıdır ki, hədiyyəni hədiyyə kimi hədiyyə eləyəsən. Mən axı bunu hədiyyə eləmək istəmirəm. Başqa şey hədiyyə eləyərəm də. Sən bunu hədiyyə eləyirsən, başa düşdüm. Başa düşürlər. Bəs mən nə hədiyyə eləyim? Ən gözəl hədiyyə bilsən nədir? Sənin o ürəyindən gələn o belə sözlər mənə elə gəlir, başa düşər. Bəyəm, sözü deməyə imkan olur bəyəm. Spiska verirlər toyda tamadaya, tamada hamısının əvəzinə danışır orada. Tamada kimə deyirlər? Tamada toyda da gelmirsən. İndi bu toyda gezirsən. Verərəm hədiyyəni. Tamada bilsən kimdir? Bir nəfər tuturlar, nə ədəbiyyat müəllimi olur adətən, müxtəlif insanlar, ya da ki, toy aparan idarə edənlər də. O, hamının əvəzindən tost deyir. Misal üçün gəlir ki, mən bunu içirəm əli müəllimlə, rahibin adından, nə bilim, nə, belə şey. İcazə alır sizdən ki, deyir. Yox. Onu ev yəsi ona verir, heç məndən icazə istəməyib. Mən bu nə adətdir? Sən ala götür bunu apardır. Ona deyəm ki... Tələsin. Kimdir o? Ona yaxşıysan. Nə? Ay Yusuf, hoş gəlmişsiniz. Ay can qardaş, nə var, nə yox? Nə tərsiz? Ay, eşitdik, toy olacaq. Mən də eşitmişəm, gəlin, keçin. Salam əleykum. Moskva mənim. Salam əleykum. Bir söz adam oxşayırsınız. Gəlin, əyləşin, buyurun. Xəbəriniz var xəbərdən də? Hansı xəbər? Ana Rahmin toyundan xəbəriniz yoxdur. İki evlərdə. Əli sən ola götür bunu da. Oldu şey, hədiyyədir, toyun hədiyyədir. Əli, nə oldu, bir yer tapa bilmədin olsun? O nə deməkdir? Hədiyyət Güldan bey, güldü. O istəyir bunu anaların toyuna aparsın, hədiyyə. Dəmir pükür. Dəmirdən gül düzəlir. Vallahi indi bilmək olmur da, bunun çox şey oxşayır. Mənim portreti də oxşayır, başını çıxardır burada, cürbəcürə. Əli nəsə yaradıcıdır. Əli qardaş, öz fantaziyamızdır. Ha, öz fantaziyamızda. İndi fikirləşirik ki, orada düz başa düşsünlər. Kötük bəlkə sataşırsınız ona, kötük. Niçin? Kötük nəyə deyirlər? Necə Kötük də, odun kötük, ağac kötük. Yəni kötük də olsa, yox, kötük də olsa dəmir kimi insandır da. Dəmir də axı. Özdə bizə necədir, görürsən ha? Yəni burada rəmzi böyük. Yox, siz bir dənə şey var. Mən maraqlıdır ki, bu toyu harda eləyəcək? Öz eşitdiyimə görə qız şəhərdəndir. Bu toyu burada eləyəcək, yoxsa kənddə? Ayağında kətdə eləyər, Cəlilabadda. Onların bir gözəl kəndi var, Adnalı kəndi. Düz Baxır dağın başında. qaynatasının gücünə. Qaynatası ayağını vursa yerə ki, burada olmalıdır, onun ağzı nədir? Mən başa düşmürəm ki, hansı ata ona qız verir? Bu mənim çox maraqlıdır. Belə bitər deyə, elə şairdir də, şair axı belə bitər adam olur da. Gecənin yarısı oyanır başqa şeir yazmağa. Nə bilim olur. Sonra şairlər sənə ilişər ha qardaş, çox dərinə getir. Yox, mən deyirəm ki, yəni demək istəyir, şairlər yuxusuz qal, düz deyir o. Şairin təbi gəldi, gecə saat 3-də işığı yandıracaq ki, şeir yazıram, arvad da başlayacaq hay-küy salmağa ki, mən yatmaq istəyirəm. Aha. Maşallah, bu maxarım gəlir ha. Yerimiz var da, ha? Ha, yerimiz var. Görürsünüz də. Kimdir? Salam əleykum. Şəmsi, xoş gəlmişsiniz. Çox sağ ol. Salam əleykum. Buyurun. Ha, bu da bir muska. Ha, belə vaxtında gəlmişsiniz ha, onu da deyim sizə. Allah muskatlara bərəkət versin. Sağ ol. Sağ ol. Hoş gəldiniz. Hoş gəldiniz. O dediyim məsələ var ha. O dediyim məsələ ondan ibarətdir ki, bizim anarın toyudur bu yaxınlarda. Özü də böyük toy. Böyük toy. Böyük.
hazırlaş indidən. Yaxşı-yaxşı repertuar hazırlayın ki, onun toyunda biz öz musiqimizi bir hədiyyə kimi eləyək. Toya pul salmayacaq. Üzr istəyirəm. Bizə pul dedin salmayacaqsan. Mən görmüşəm ki, eşitmişəm də toylarda dedi şey nədir? Kitabça olur. Və bu nədir kitabça? Pul yazmaq. Ada yox, bu başqa şeydir. Sən də Mahnılar kitabı. bu mahnılar kitabı. Rahim bəy deyir ki, pul salmaq olmayacaq. Pes pul almaq olacaq toyda. Muskatlar getirmişik. Anar Bunu bizim gedib dostumuzdur fikirləşək. da. Anarda indi almamalıyıq da, şairdir. Yusuf mənim o Şair- kadar dostlarım var ki, pulsuz gəlib oxuyursan. Vallahi oxuyuram. Avaskül müəllim, mən şəxsən mən pul almayacağam. Anardan, anar bir. O mənimlə şeir verəcəm, o şeirlə qəşəng mahnı düzəltdirəcəm, o mənim bəsim. Bir də hazırlaşın, yaxşı-yaxşı tostlar hazırlayın. Qoymayın ki, tamada sizin əvəzinizdən. Tamada niyə görə mənim əvəzimdən tost deməlidir? Avaskulu müəllim. Tamada onsuz da sizin əvəzinizdən demir. Sizə söz verir. Yox, axı bəzən deyir axı. Mən filan kəsin adından demək istəyirəm ki, təbrik edirəm, nə bilim, belə şeylər. İndi belə deyək də. İcazə ver. Buyur. Yavaş isti oldu. Yusuf Əli, mən sözə sağ ol, bu. Yox, yaxşıyın ol, qorxma. Nar. Amma biz indi öyrənmişik də, istidə soyuqda həmişə biraz pencərlə, Rüfət, məsələdən xəbərin var yoxsa yox? Yox. Keç, nə olur? Salam. 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 Xoş gəldin. Salam. Məsələdən xəbəriniz var yoxsa? Salam əleykum. Onlar evlənir. Salam əleykum. Nə olur? Onlar evlənir. Yox. Bizim ana. Hazırlayın. Qəşəng. Əyləşin. Ölmədi, bugün də gördüm. Hə, təsəvvür elə. Əyləşin. Öyrənir, amma bir məsələ var. Bilinmir ki, toy burada olacaq yoxsa rayonda olacaq. Niyə bilmir? Nə bilim. İndi məsələ belədir. Mən təklif edirəm ki, toya pul salmayaq. Niyə? Yaxşı deyil. Ya hədiyyə aparaq, bir də ki, hədiyyələrimizi öz ürək sözlərimiz şəklində. Yəni bir hələ bir indi biz necə biləyik, nə vaxt biləcəyik ki, toy burdadır yoxsa rayondadır? Çağırmışam gələcək indi. Özü də gəlib deyər ki, görək toy burdadır yoxsa yox. Özü deyirsən bir dənə toy eləmək istəyirlər. Bir yerdə. Bir yerdə. Yox, onda toya adətən pul salırlar. Hədiyyə biz nə yapırıq? Bir yerdə edirlər. Yəni bir özü də kasıb uşaqdır da. Hədiyyə o. Buyurun. Gəldim. Kimsə gözləyirsən? O da beydə daşlar. Ay, xoş gəlmişsən. Aleyküm salam. Deyirlər ki, toy olacaq. Anaramın qız olacaq. Söylə görüm toy hardadır? Doğrudanmı toy olacaq? Bəs harada toy olacaq? Bəs harada toy olacaq? Bəs harada toy olacaq? Bəs harada toy olacaq? Toy hardadır? Hamı da o maraqlandırır. Toy hardadır, rayonda yoxsa Bakıda? Əsas məsələ düzdür odur. Mən deyir, qız adam deyir Bakıda olsun. Küləklər şəhərində, Bakıda. Ay, qardaş, Mən git də bizim rayondanam. Mən deyirəm Cəlilabadda olsun. Adnarda, o dağın başında. Ha, indi belə qalıb da məsələ indi görək bir ortaq məxrəcə gələcək də. görək Gerçi harda olacaq. Abbasla Yusufluydu. Başı sağa Mirzəli. Yox, indidən qız evin dediyinə oturub dursa batdı nəyə sonra. Elə deyir Yusuf. Esbatan oğlu. İndi hərdən onu da fikirləşir. Hökm zamandır da. Zaman elədi, ancaq alternativ seçmək lazımdır. Siz də düz deyirsiniz. Toyu palatkada eləyəcəksən, yoxsa ki, şadlıq evində? Yox, indi hələ bilmirəm. Də hələ dəqiq deyil. Şadlıq evində olacaq, yoxsa palatkada olacaq. Yaxşı. İndi Tamada harda- kim tutmusan? Tamada olacaq yoxsa yox? Yəqin ki, olar da. Eləmə də bunu da. Sən Allah eləmə də tamada. Niyə? Ona görə ki, Abbasqulu müəllim,
Deyinən də sözdə adama oxşayırsan. Mən sözdə adama ona görə oxşayıram ki, harda eləsə bu adam, onun dəvətnaməsi olmalıdır. Bəli. Həsən Cəbrailov da toy eləyir, evlənir, xəbərimiz var da, 60 yaşında tezdən evlənir. Sən də bu beləntinə bir dəvətnamə buraxsan nətər olar? Yəni şəklin olsun üstündə dəvətnamə var görsən belə. Zaman sənin üçün göndərib. Həsən də ikinci dəfə evlənir bu. Bəlkə də 10-cu dəfə. İndi mən də ikinci, üçüncü dəfədə belənçi eləyərəm də. İndi birinci dəfə. Yəni işitdə bilmək olmur. İndi ikinci, üçüncü dəfədə belə eləyərəm. Yaxşı tamada olacaq yoxsa yox? Olacam. İndi Amma da burada- stoy mümkün. Burada bir şey var da, bir şey var. Olsun da, ilham Əgər olsun. rayonda eləsə, orada artıq çadır toyudur da elə deyil. Hə. Orada o şey tamada deyir sərpayı lazım. Abbasqulu, indi Amma bizim qardaşımız sərpayını da bacarır. Abbasqulu, indi həm sarpayı, həm tamadalıq eləyir. Neçə ildir bu kişi ilə? Abbasqulu müəllim, mən özümdən keçirirəm ki, mənə vallahi orada tamada zad lazım deyil. Mənə çıxıb təbriklərimi deyəcəyəm, dalıcan da Allah meyxanamı canı deyəcəyəm. salamat. Bax, görsən meyxanaçılar. Ürəklərində olan sözü özləri çıxırlar meyxana ilə deyirlər. Düzdür? Mənim adımdan niyə görüm tamada söz deməlidir? Fəthin adından. O tamada deyəndə ki, tamada bizim bir söz deyil. Toyun aparıcısı da indi dəvət edirlər. Masabəy yox, aparıcı. Yəni bu toyun toy yası üçün maraqlıdır ki, mənim toyumda aktyor olmalıdır. Maraqlıdır bu adam üçün. Bu aktyor da həm öz rolunu oynayır orada, həm də ki bu toyu nizamlayır. O bir söhbət yadıma düşdü, bir əhvalat, toyda olmuş əhvalatdır. Deməli, sərpayı İlham demişkən, tamada olur şadlıq evində, çadır palatka toyda tamada adı olur sərpayı, amma eyni şeydir. Nəysə, sərpayı müğənni bəy tərifi oxuyur, birdən sərpayı yaxınlaşır müğənniyə deyir ki, qardaşım, işlər şuluqdur, sən belə elə də, nə qədər adam varsa, qalıbsa, məsələn 5 nəfər, 10 nəfər hələ adını çəkməlisən, sən onu çalıb bir dəfəlik adlarını deyən ki, bunlar tez gəlsinə, xələtlərin resinə, toyu yekunlaşdıraq, işlər şuluqdur. Xanəndə də baxır, deyir, yaxşı, başlayır qafiyanı oxumağa ki, məsələn, dəqiqliyi ilə yanında deyil, məsələn ki, qafiyə düz gəlsin, deyir. Deyir ki, uzaqdan görünür Çin qaçqın oxu, belə söz deyir, hə? Deyir, uzaqdan görünür Çin qaçqın oxu, dursun xələt versin, bəyin var yoxu. Tez toy yekunlaşdırsın. Mən düz indi yadıma düşdü. Bu tamadalardan söhbət gelmişkən də, bu evləri göndərən yar tamaşasında orada yadıza gəlir də, deyir ki... Rasimlə Rasimə. Yox, orada deyir, vaxtda spisku veriblər də mənə də. Milyoner Nadir, Spesialitos, Bazarhomla falan ki, Spesialitos, ümumi Obşitoslar, Obşitos, nə bilim nə. Qardaş, salacaqsan orada tamada bizi salacaq Obşitoslar, onun falan kesin adından, falan kesin adından. Belə şeylər. Özümüz. Yox, sizə deyərəm, tək söz verər də. Və nə qədər istəsə söz deyər. Heç soruşmursan bu nədir? Yox, Bu ana mənim hədiyyəmdir sənin toyuna. o gözəldir, gözəldir. Nə Hədiyyənin başa böyükçü düşürsən? oldu. Ondan nə başa düşürsən? İndi mən şairəm də hər halda onda o gördüyüm o görüntülər, o dərinliklər, sərinliklər, o fəlsəfə mənə aiddir, mən bilirəm. Özüm bilirəm. Sizə də ayrı-ayrılıqda söz veriləcək. Nə qədər istəsəz danışarsınız. Ancaq bir şey var da. İndi mənim haqqımda nə deyəcəksiniz? İndi deyin göreyim. Görüm mənə kimin o ürək sözləri necə olacaq? Yaxşı sözlər elə toyda bunu hədiyyə edəcək. Biz indi başa düşməm, sağlıq deməyi məşq eləməliyik. Elə bir şey var da, sənə şair toyuna gəlirsən də, sən mütləq məşq eləməlisən. Mən bilim də sizin ürəyinizdə nə söz var. Sən içki verəcəksən, hə? Yox, içki olacaq da. Ancaq tostlar elə içməz də, amma tostlar elə olmalıdır ki, bu içki içməyə macal tapılmasın. İçki çox olsa... İçki olan toya gedirsən. Yox, getməyinə gedirəm. Necə deyim, mən tost demirəm orada. Mən çıxıb ancaq təbriklərimi deyə bilərəm. Bəli. Bir arada yadımıza gəlir də içkilər, içkisiz toylar da çox eləyirdilər. Qarqazalı vaxtında. Ay sağ ol. Onda götürürdülər, sağlıq deyənlər, bir dəfə biz gördük, şahidi olduq ki, götürdü almanı, dedi, mən bu almanı yeyirəm, bəylə gəldin sağlıq. Dedi, sənin də toyunda elə bir şey ola bilər, içki verməsin. Sərbəstsiniz, azadsınız. İstəyirsiniz alma yersiniz, istəyirsiniz içki içərsiniz, istəyirsiniz kebabı mənim salmayız. Ancaq o sözlərə mən baxmalıyam. Çətdə olsa toyuna məşqin keçməlisin. Deyir məşq Yaxşı, orada Cələrə da var, bizim peşəkar tamadamız var da, o işlərlə məşğul var. İlham, Yusuf başda olmaqla mən aparıcı olacağım orada toylar. İnşallah. Fərq etməz. Yəni tamam. Palatka toydu, ya da şallığım. İndi hər yerdə lazımdır bu apar, toyun aparıcı. Hüseyin ağa düzdür? Bəli. Götür sən orada çıx meydana. Ona görə qardaş, sazlı, sözlü, musiqili,
beyxanalı bir gecə olacaq inşallah. Mehman demişkən bir dəfə Sən bunu mənə həvalə edirsən yoxsa yox? Edirəm, edirəm. Mən qorxuram ki, Mən də təklif edirəm sən içki vermə. ay kişi, mən Baxar o da indi. siz mən gördüm deyirsiz aşıq, meyxana, milli ruhlu toy olacaq. Amma mən qorxuram ki, bunun qaynatası o toyu elə bir çövirsin ki, başdan ayağa diskoteka getsin, sazı görəndə qaçsınlar. Biraz bundan qabaq mən bir el şərliyindeydim. Tamadadan söhbət düşürmüşkən. Bir dənə də meyxana deyən məndim orada. Bir nəfər də mənə ilə. Boşum Tamada məni elan elədi ki, indi də meyxana ustadını dəvət edək. Elşən Xəzəri. Hamısı da cəmaat baxdı mənə, almışladılar. Mən gedə-gedə fikirləşdim ki, gedim bu Tamadaya mən nə deyim ki? Deyim Elşən Xəzər deyiləm, bu yaxşı deyil. Deyim Ağa Mirzəyəm, bu yaxşı deyil. Mən də getirdim mikrofonu, dedim sağ olsun bizim gözəl Tamadamız. Allah ona can sağlıq versin. Hacı İlhamı alqışlayın, xahiş edirəm. Cəmaat belə baxdı, Tamada gəldi qulağıma dedi ki, mən Hacı İlham deyiləm. Bir başqa ad dedim. Dedim, mən də Elşən Xəzər deyiləm. Belə şeylər başa düşür. Həcı sən onu deyirsən, bir dəfə bir toyda yox. Əşi bu Allah saxlamış Tamada dayanmaq bilmir. Nə oynayan oynamağı qoyur, nə oxuyan oxumağı qoyur. Nə qədər adam danışır, şeirdir, bayatdır. Axırda indi mən də oğlan tərəfdən də dedi ki, bəs belə bir kəlmə söz desin. Ya çıxın bezmişəm də daha, adam nə qədər danışar. Gəldim ona dedim ki, bəyinlə gəlin, təbrik edirəm, nə. Sonra dedim ki, amma bizim Tamadanın bu təqdimatını eşitdim bayaqdan, bir lətifə yadıma düşdü. Bir gün bir nəfər məhkəməsi gedir, hakim soruşur ki, müttəhim, bu bədbəxti niyə öldürdün? O deyir ki, bilsən cənab hakim, o çox danışırdı. Deyir, ola, öyvə Allah tiksin. Çox danışmağa görə adam öldürərlər. Cənab hakim, sən də çox danışırsan ha. Bunu deyəndə Tamada özünü yığışdırdı. Çox danışmaqdansa sözü verəyəm musiqiyə. Həyatın mənası, dadı, ləzzəti, var olsun insanın saf məhəbbəti. Halal dut çörəyi, gözəl neməti, getdikcə bollansın Anar bəyin toy məclisində. Anar, xoşuna gəldi. Yenə meydan oxuyur, qəmzələrin cəlladı. Yenə meydan oxuyur, qəmzələrin cəlladı. Əhsanınla səni təlim edən
gör necə təlim edirdi. Gör necə təlim edibdir, səni yol qabil kəz. Atdığı qəmzən oxunlar, biri getməz badə. Malay, eşkinin gülşəni xəzan görməsin. Eşkinin gülşəni xəzan görməsin. Bağında her zaman var olsun ay alamin. En büyük devlettir sevip sevilmek. En büyük kısmetin yar olsun ay alamin. Arzum budur. Arzum budur zevki sefa süresen. Sevdiğin kızıyı xeyrin bəhrin göresen. Gül bəsləyəsən. Qönçə güllər dələsən, çatsın hər arzun, başa ayaz ay, ay arar abim bəyimizi bana bayır. Deyrəm ay bəy, hayım mübarək, deyrəm ay bəy, hayım mübarək, canım bu sözə biz abim deyək, arar bəyimizi, hayım mübarək. Uşaqlı olasın. İcazə ver onda mən yavaş-yavaş gedim evdə özüm məşğul eləməyə. Sənə yaxşı. Olar? Yaxşı. Eşq olsun. Allah xoşbəxt olsun. Gedim evdə hazırlaşım, yolla yenə söyləyəm. Sən toyunda görüşək inşallah. Sənin qadıyarım, toyu adnal belə. İnşallah. Əsl dədə baba. Anar, bəx o alternativ sözünü işlətdin də. Bilirsən ki, üçüncü variantıdır. Ha. Bəlkə deyirəm, rahibdən xahiş elə, sənin toyunu burada eləyək. Burada toy olar, sən Ya, bax, yaxşı yerdir. Yox, bir dəfə yas eləmişik yaxdır. Yaxşı zaman Yaşmışıq qız bura. Ey Nəşər qardaş, nə olar? Qardaş, sağ ol. Şahid Qardaş. Mən toy adamıyam, baş ölürüm sən. Allah sizi salamat eləsin. Belə getməyib ki. Gedirəm baş. Çox sağ olun. İnşallah toyunda görüşək. Ay olsa sağ ol Allah'ım sen. Sağ olun. Sağ olun qardaş. Allah salamat eləsin. Oğlanım. toya gəlməyi unutmayın. Baş üstə. Ana. Necə də xoşuma gəldi. Yaxşı idi. Allah xeyir versin. Bu toyda lazımdır meyxana. Bəlkə meyxana da olsun sənin toyunda. Bu meyxana olacaq, mütləq. Şairin toyunda meyxana olmasa. Mütləq, bəli. Nədir? Məşq eləyirsiniz, yoxsa elə indi bədahətən Yani deyirsiniz? bu insan Aminin tələbəsidir. Ağasəlim Meyxanı İnstitutunun tələbəsidir. Bacısı oldu Hacı Ağa Mirzə. Sadıq indi onlar da meyxana desinə toy. Nə olar? Yaxşı olardı? Yaxşı olar. Tamadamız maşallah elə məşqlərini buradan edirlər. Biz döş eləməyək buradan. Tamada olan meydanı görsün gerek. Tamada olan meydanı görsün gerek. Tamada olan meydanı görsün gerek. Anarımızdan ben eliyim söhbeti. Toyda olur anarımızın kısmeti. Kim görmek isteyir eğer cenneti. Gelsin Azerbaycan'ı görsün gerek. Gelsin Azerbaycan'ı görsün gerek. Tamada olan meydanı görsün gerek. Tamada olan meydanı görsün gerek. Hamıya on sadıqasa bir gərəkdir. Bunu başa düşmək bir əsir gərəkdir. Tamada olan kəsdə səbir gərəkdir. Hər sifətdə insanı görsün gərək. Hər sifətdə insanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Tamada olan meydanı görsün gerek.
Anar sənin toyun olacaq donarlı. Olmalıdır bu toy başqa sorarlı. İstəyirsə toyu olsun maraqlı. Bu dəstəni fərmanı görsün gərək. Bu dəstəni fərmanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Can qurbandı anar kimi oğlana. Bakıda edək toyu deyir qaynana. İstəyir toyunda olan meyxana. Əvvəlcə bu oğlanı görsün gərək. Əvvəlcə bu oğlanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Bağlayan olmayıb sənin qaqaşvı. Nə oynadırsan mənə gözlü daşvı. Bacarmadığın işlərə qoşma başvı. Ayaqların yorğanı görsün gərək. Ayaqların yorğanı görsün gərək. Mənim sözümdə olmayıbdır yalan. Danışmayla mənimlə çaram-baram. Mənim gözümdə bir çöpü axtaran. Öz gözümdə şalbanı görsün gərək. Öz gözümdə şalbanı görsün gərək. Şair olan meydanı görsün gərək. Şair olan meydanı görsün gərək. Mənim haqqımda söhbət edirsən. Anara xoş arzu, xoş niyyət edirsən. Sən toyuğa hacını dəvət edirsən. Sadığı da qardaş canı görsün gərək. Sadığı da qardaş canı görsün gərək. Tamada olan meydanı görsün gərək. Anar belə işi mövzu eyləyib. Şairlikni özünə ruzu eyləyib. Toyda olur bu cür mövzu eyləyib. Anar bəqələ özü arzu eyləyib. Toyda bu cür mehmanı görsün gərək. Toyda bu cür mehmanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Tamada olan meydanı görsün gərək. Ama şimdi biz çox deyə bilmirik sözümüzü. Bizi sən dəqiq bizə ünvan demirsən ki, Bakıda olacaq əgər Bakı babası ilə deyərdik. Cəllab, mən arzulardım Cəllabadda olsun. İnşallah toyun vaxtını təyin edib deyəcəm. Yusuf müəllim oxudu. Ağayev Sadıqla Xoşuma gəldi bizimki. Gözəldir. Hoşuma gəldi. İndi başqaları ürək sözlərini desin. Görüm mənə qarşı bunların ürəyində bu nə söz var? Ana, mən qabaqcadan üzr istəyirəm də səndən ki, mən gəlməyəcəm o toya. Toy biraz mən getmirəm toylara, amma öz ürək arzularımı biz qabağındadır da. Yəni mənim öz arzularım kötü üstündədir. Yəni ki, mən belə görürəm də səni. Yox, xoş deyil. Sənin arzuların mənə xoşdur. Gəlməsə öndə elə bildim gəlibsən. Çox sağ ol. Allah canı sağ ol. Rüfət, buyur indi sən sözləri deyənə görə. Səni təbrik edirik, xoşbəxt ol. İnşallah şəhərdə də eləsən, rayonda da eləsən, oradayıq. Allahın köməkliyi ilə. Sağ ol. Sən bu sağlığı deyirsən, yoxsa? Yox, sağlığımı inşallah Toyda deyər. toyda deyəcəm, hə. Bu sağlıq üçün sən biraz Başlanğıc yaxşı. Əlaqədar başlanğıc xoşuma gəldi, əsas olsun. Şimdi başqasının kimin sözü var, buyursun, desin Ana, dinləyək. mən də yəni o toyda deyəcəyim sağlığı deyirəm də, məşq edirəm. Allah Taala sənin qələmini qüvvətli eləsin. Sağ ol. Sənə uzun ömür arzulayıram, yəni can sağlığı və arzulayıram ki, sən planetimizin ən qocaman sakini kimi qırmızı kitaba düşəsən. Və Abbasqulu müəllim sözünü bitirdi. Başqası Şəmsi sən nə deyə bilərsən? Buyur. Musiqi ilə deyəcəm sözümü. Buyur.
deyirəm, kötük kimi kök atasan, dəmir kimi bərk olasan. Gör. Əli qardaş, bunu sən bağışlamasaydın, vallahi elə bunu mən sənə hədiyyə edərdim, sənə bağışlayardım. Mən hiss elədim ki, sən onu düşünürsən, dedim ki, biləsən bunun mənası nədir. Hələ biraz da məşq eləsəm çox şeylər deyərəm. Çox, mən bayaq dedim, onun fəlsəfəsi dərindir. Demək bir dənə toyda, kişi toydu. Bəy sağ dışına, sol dışına yadıma düşdü. Demək, bəyin də sol dışı subay olur. Sol dış toyun əvvəlində mənə dedi ki, atam burada olacaq. Mənə də anlayır ki, niyə evlənmirsən? Sən ortada deyərsən ki, bəy sağ əlivi qoy sol dışın başına. Görürsən, atam evlənmək istəyirəm. 9-u yarısı dolardı belə. Dedim, bəy sağ əlivi qoy sol dışın başına. O da göz elədi mənə. Sol dış ki, yəni, sağ ol. İndi atası oradadır, görməmişim, bilmirəm. Bir dənə kişi gəldi, mən də oğlumu aparım. Dedim, hara? Evlənmir, 32 yaşı var. Dedim, hara var? Bəyin yanına. Dedim, yox, pardon. Yadımdan çıxıb mən nə demişim? Akas bu sağ əlini qoysun. Bəy uşağın başına. Aparıb bunu. Bəy də sağ əlini qoydu bu oğlanın başına. Bu olan şeydir. Bir ay keçir oğlan evlənmir, 3 ay keçir oğlan evlənmir, 1 il keçir oğlan evlənmir, sonra bölgəmdəki bəy solakay olur. Amma toyda son maraqlı mövzular olur. Mövzulardan biri odur ki, indi son vaxtda muğamdır, musiqidir, sazdır, sözdür, meyxanadır, aparıcı. Bunlar indi bir toyda olmayanda deyirlər var, meyxana yoxdur, demək nəsə boşluq, saz yoxdur. Onlar indiki toylarda diskoteka da olur. Sən burada diskoteka eləyəcəksən? İndi vallahi nə deyim, baxır da indi o qız adamı burada da olsa, burada olacaq, orada olacaq, indi baxacaq da. Ancaq mənli olsa, Ana, bir də sən Şeyxanıma zəng elə. Saz. Sazı mən Ana, çox. bəlkə zəng elə, bəlkə diskoteka olacaq. Yox, deyən görək. O ailəni qarışdırarsan, ailəni qarışdırarsan. Mənli olsa, saz. Sazdan güzel alət yox. Hüseyin ağa qardaşımız da böyük sənətkardır. Hələ buyursun görək, o nə deyəcək toyda, nə arzu İndi baxaq. Mən də Anar müəllimə xoşbəxtlik, saadət, gözəl ailə arzulayıram. Ondan əlavə Anar müəllimin ədəbiyyat sahəsində çox gözəl nailiyyətləri var. Mən arzulayıram ki, bu sahədə Anar müəllim Nobel mükafatını Azərbaycana alır. Sağ ol. Və musiqi ilə də Anar müəllim icazə verirsiniz. Buyur, meydan sizin. Sağ olun.
xeyir versin. Ana xoşuma gəldi. Gözəl, gözəl. Anam, belə bir el aləti var. Deyirlər ki, bey öz toyunda oynasa ucuzluq olar. İndi, Vahi, bəli. bunlar deyənə kimi bir anekdot danışın özü var. Yəni bu çox danışmaqdansa, sən öz arzunu bildiyin anlamda. Düz deyirsən, mən öyrəsiyəm. Belə bir məsələ var, deyirlər ki, nişanlanmamışdan qabaq, oğlan nə deyirsə qız eşitmir. Nişanlanandan sonra qız deyəni oğlan eşitmir. Evlənəndən sonra bir-birini deyəni ancaq qonşular eşidir. Mən arzu edirəm ki, sənin qonşuların heç bir şey eşitmir. Yəni evinizdə əmin-amanlıq olsun. Amma bütün bunları bir qırağa qoysa, ən yaxşı arzu sənin özün ürəyində olan arzudur. Qardaş, bir dənə şeir digin öndə, ondan yaxşısı. Deyim də. Dərdli qəmli fikirdən çatılan qaş olmasın. Vuran qəlbdə tükənməz arzular daş olmasın. Sevib sevilənlərin yanağı yaş olmasın. Həyatın yalanın yox, doğrusun ver, düzün ver. Allah'ım bu məclisə xeyir dua özün ver. Sevinclə yağdırdığın yağışı əski etmə. Gözəlliklə vurduğun naxşı əski etmə. Sevənlərin üstündən baxışı əski etmə. Xoş günün, xoşbəxtliyin astarın ver, üzün ver. Allah'ım bu məclisə xeyir dua özün ver. Amin deyir sevincdən ver onlara pay Allah. Görməsinlər həyatda ağrı, acı, vay Allah. Eşit şair etdi bu duanı ay Allah. Sən həyat quranların ocağın ver, közün ver. Sən bu bəyin gəlinin oğlun ver, qızın ver. Allah'ım bu məclisə xeyir dua özün ver. Allah'ım bu məclisə xeyir dua özün ver. Allah xeyir ver.